Salam, hər vaxtınız xeyir olsun dəyərli YouTube izləyicilərimiz. Bugünkü təqdimatımız yenə də Zabrat qəsəbəsindən olacaq. Təqdimatımıza keçməzdən əvvəl məlumatlarda bir şey qeyd etmək istəyirəm. Əgər sizin də satışda olan hər hansı bir mülkünüz varsa, sata bilmirsinizsə, mənimlə əlaqə saxlayın, mülkünüzün satışına tez bir zamanda köməklik göstərək. Evimizin yerləşmə yeri Zabrat qəsəbəsidir. Zabratda 118 nömrəli marşrut yoluna çox yaxın məsafədə yerləşir. Ümumilikdə 3 sot torpaq sahəsindədir. Yerdən də 10 daş kürsüdə tikilib. Evin həyətində də sanitar qovşaq, evin daxilində də sanitar qovşaq. Heç bir zabora bitişi yoxdur. Sağına, soluna baxın. Zabordan məsafəsi saxlanılıb. Evin padvanına da iki yerdən giriş qoyulub. Həm sağdan, həm də soldan. Otaqların hamısının alt hissəsini rahat şəkildə gəzə bilirsiniz. Çardağa da girişi var. Aynəbəndlə bağlanan hissədən çardağa da girişi qoyulub. Evin həyətinə bir neçə maşın tam rahatlıqla daxil ola bilir. Həyətimizin yarı hissəsi tamiddaş, əlavə boş torpaq sahəsi saxlanılıb. Evin həyətinə də maşınlar rahatlıqla daxil ola bilir. Qazı, suyu, işığı daimidir. Sayğaçlarının hamısı qoyulub. Evimiz də dəhliz sistemlidir. Dəhlizindən otaqlarına bölünür. Tam hazır girib yaşaya biləcəyiniz evdir. Mətbəx mebeli var, kombisi var. Hamam sanitar qovşağın bütün aksesuarları var. Evimizin sənədi isə bələdiyyə sənədidir. Dəhlizə daxil olduq. Solda gəlir evin mətbəx hissəsi. Altı beton, üstü kəmər, dörd bir tərəfi qoşadaşından tikilib. Uşaqlar üçün nəzərdə tutulan yataq otağıdır. Evimizdə hazırda yaşayış var. Özünə tikilmə və yaşayışlı həyət ev axtaran müştərilərimiz bu gözəl fürsəti qaçırmayın. Evin qiyməti 120 min manatla satışa çıxır. Real alıcılara qiymətli indirim evin sahibi tərəfindən oluna bilər. Əlavə də nə suallarınız olsa zəng edərək məlumat ala bilərsiniz. Kanalımıza abunə olmağı, videolarımızı bəyənməyi unutmayın. Sona qədər izlədiyiniz üçün də təşəkkür edirəm. Göz haqqınızı halal edin. Siz də ev satıb ev almaq istəyirsinizsə, buyurub bizlə əlaqə saxlaya bilərsiniz. Hər cəhətdən sizə köməklik göstərə bilərik. Bu da ən sonuncu qonaq otağımızdır. Bu qədər. Təşəkkür edirəm izlədiyiniz üçün.